Sezon boyu xaotik görsənən Liverpoolda Arne Slot dövrü sona mı yaxınlaşır? Premier Liqanın son turunda Brighton məğlubiyyətindən sonra İngiltərə mətbuatında Arne Slotla yolların ayrılacağı deyilir. Həqiqətən də bütün kreditlərini istifadə eləmiş Arne Slot sanki bir ip üstündə hərəkət eləyir. Qeyri-stabil çıxış edən Liverpool Premier Liqanın son turlarında Wolverhampton məğlubiyyəti və Tottenham bərabərliyindən sonra çox sərt tənqid edildi. Çempionlar Liqasında Galatasaray üzərində 4-0 hesablı uğurlu qələbədən sonra nisbətən komandaya nəfəs alma şansı verdi. Ancaq təəssüflər olsun ki, bir sonraki maçda Brighton'la oyunda komanda məğlubiyyətlə bərabər o qədər ruhsuz və baxımsız oyun ortaya qoydu ki, komandanın kapitanı Virgil van Dijk belə bugün sərt tənqid olunur. Hər uğursuz nəticədən sonra istefaya dəvət olunan Arne Slot son intervyusunda üzərlərində çox böyük təzyiq olduğunu etiraf etdi və bu ilki hədəflərinin Çempionlar Liqasına qatılmaq olduğunu vurğuladı. Ancaq buna inanmayan çox ciddi azarkeş kütləsi var ki, onlar Arne Slotu istefaya dəvət edir. Ancaq mənim fikrimcə Premier Liqanın bitməsinə 7 tur qalmış belə bir qərar Liverpool üçün çox böyük yersiz risk olardı. Ayrıca Premier Liqanın bu ilki vəziyyətini nəzərə aldıqda bir çox klub qeyri-stabil çıxışlarla yadda qalır. Bu səbəbdən Liverpool sezonu ilk 4-5-likdə bitirə bilər. Ancaq buna baxmayaraq mövsüm sonunda məncə də Arne Slotla yollar ayrılsa daha yaxşı olar. Nəticədə Liverpool kimi futbol mədəniyyəti olan kluba Xabi Alonso kimi məşqçi daha çox yaraşar.